illər əvvəl xəyal edərdim. Özüm üçün o əməlli başlı onu xəyal edirdim ki, yüksək bir mərtəbədə evim olacaq. Pəncərədən bütün şəhər, dəniz ayaqlarım altında olacaq. İndi baxın. Deyirəm, həyatın qaça-qaçına o qədər alışmışıq ki, bəzən bugünkü yaşamımızın əslində illər əvvəlki əlçatmaz xəyalımız olduğunu unuturuq. Yəni bugünkü yaşadığımız həyat əslində illər əvvəl əlçatmaz idi bizim üçün. Və onun üçün çalışdıq, çabaladıq və ona gəlib çatdıq. Allah gerçekleştiremeyeceği hiçbir şeyi hayal ettirmez. Sadece fragman olarak, anons olarak gösterir. Deyir ki, bak bunu senin beynine saldım ama bunun için çalış, çabala. Yani evin içinde oturup o hayalinin gerçekleşmesini gözleme. Ürəyin çörək istəyirsə, qalxıb, üstünü geyinib, mağazaya gedib, oradaki çörək reyonunu tapıb almalısın. Evin içinde oturup, çörək istəyirəm ama olmur. Olmur, görsən, hamısı deyir ki, xəyal etsən gerçekleşir, amma çörək istəyirəm olmur. Belə misal gətirim də. Uşaq var ki, görürsən ki, mən özüm də bunu şagirdlərimlə yaşamışam. Görürsən ki, oxuyur, gözünün önündə çabalayır, əmək verir, amma imtahan günü baxırsan ki, gözlədiyin qədər bal yığmayıb. Amma müəllim orada nə edir? Axı görüb bu uşağın çabaladığını. 10 bal eksikdirsə, götürür 10 bal, 5 balsa 5 bal üstünə qoyur və tamamlayır. Allah da bizimlə belədir. Allah görür ki, sən çabalayırsan, əmək verirsən, hansı yerdə bir eksikliyin varsa, görür ki, burada çatmırsa, gücün yetmirsə, orada sənə dəstək olur. Amma belə deyim, oxumayan uşaq olsun, heç nə əziyyət çəkməsin, sonra gəlib müəllimə desin ki, müəllim, mənim balım azdır, mənə biraz bal ver. Müəllim ona bal verər? Verməz. Deyirsiniz ki, əmək versəydin, əziyyət çəksəydin, mən də sən əziyyətini görərdim. Nə qədər o yetmirsə sənin balı, mən sənə o balı verərdim. Allah da bizimlə belədir. Xəyalı ilk bizə verir. Bir baxın, nə edə bilirsən? Bir baxın, nə qədər xəyalların üçün o əzim göstərə bilirsən? Ondan sonra nə çatışmırsa, sənə orada odur üstünə qoyaram. Belə. Xəyallarınızdan vazgeçməyin. Xəyallarınız üçün çabalamaqdan, çalışmaqdan, güclü durmaqdan vazgeçməyin. İnanın, nə xəyal edirsə ona çatacaqsınız. Hər şeyin xeyirlisi olsun hamımız üçün. Öpürəm.